Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Abşeron rayonunun Fatmay kəndində dəhşətli qətl törədilib. Belə ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizamioğlu Fatmay bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Fatmay kənd sakini Kənan Məmmədov artıq saxlanılıb. DENAZ-ın məlumatına görə İftixar Həşimov dünən oğlu ilə birgə Fatmaya gedib və burada bir qrup şəxslə münaqişə baş verib. Bu zaman İftixar Həşimov avtomobillə Kənan Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib. Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi Chevrolet Cobalt markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşın aldığı zərbənin təsirindən alovlanması və ya Kənan Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil. Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında dəhşətli yol qəzasına düşərək dostu ilə birgə həlak olub.